Bağ-bağçadan yığdıqları odun və çırpı ilə həm evləri isidir, həm də yemək bişirirlər. Bəziləri isə propan balonlarından istifadə edir. Şəmkirin Tatarlı kəndinin yeni məhəlləsində yaşayanlar deyirlər ki, 90-cı illərdə salınan evlərə bugünədək qaz çəkilməməsi onları qışda ciddi çətinliklə üz-üzə qoyur. Oğlum məsəl üçün qaz olmadı, uşağın məktəbi uzaq oldu, köçdü şəhərə getdi. Bax, Allah and olsun ki, gücüm çatmır, 63 yaşım var, odun doğraya bilmirəm. Nə alamağa imkanım yoxdur, pensiya çıxmamışam. Elə Allah muduruna bax, mənim evimdə peş yanmayıbdı hal-hazırda. Bax, əllərimə bax, buna baxırsan, bax, qavar əli, hamısı çırpı daşımaqdan. Odun da alırıq, gəlir, tuturlar, ha, sənin qadan qalıb. Getdi oğlum pulla aldı, getdi, Allah haqqı yolda tutdular, valla. Çətin zamana dayıq biz, odun da qoymurlar və biz nə ilə dolanaq, zülüm çəkirik. Sakinlər deyirlər ki, qaz təchizatı üçün dəfələrlə yerli və mərkəzi orqanlara müraciət ediblər. Onlara problemin 2024-cü ilin sonuna dək həll ediləcəyi vədi verilib. Tatarlı kəndinin bir hissəsində qaz illər əvvəl çəkilsə də 200-dən artıq evin olduğu yeni məhəllədə insanlar hələ də onun yolunu gözləyir. Maraqlıdır ki, kəndin bu hissəsinə də qaz xətlərinin çəkilişi həyata keçirilib, ancaq proses başa çatmadığından insanlar soyuq qış aylarını çətinliklərlə keçirməli olurlar. Məsələ ilə bağlı Azərqaz İstehsalat Birliyindən bildirildi ki, genişlənən ərazilərin qazlaşdırılması mövcud plan üzrə həyata keçirilir. Tatarlı kəndinin qazlaşdırılması isə Azərqazın cari və növbəti il üçün planına daxil deyil. Buna baxmayaraq, sakinlər prosesi tezləşdirmək istəyirlərsə, öz vəsaitləri hesabına xüsusi lisenziyası olan podratçılara müraciət edərək evlərini qazlaşdıra bilərlər. Rasim Əziz, Yusif Kərimli, Fərrux Qəfarov, Xəzər xəbər.